yeganə bir İsa'dır ki, günahkar, natəmiz, murdar, dilində ancaq söyüş olan, yalançı, fırıldaq adama görə canın qurban verər. Yeganə İsa'dır bunu eləyən. İsa'dan başqa heç kim etmədi. Və o layiqdir ki, mən onun ardınca gedim. Çünki o elə bir nümunə göstərdi ki, mənim həyatımı dəyişdi. Bu yaxınlarda Samir pastor belə maraqlı bir söz dedi. Çox maraqlı bir fikir dedi ki, bir insanla qarşı-qarşıya gələndə qayıtdı dedi ki, o ona dedi ki, sən mənə necə sübut eləyərsən ki, İsa Allahın oğludur. O da belə bir söz dedi. Sən mənə nə dəlil gətirirsən bu günləri gətir. Bilmirəm nə deyirsən de. Mənim üçün maraqlı deyil. Amma mən özüm bir dəliləm. Hansı ki bu günləri mən hansı insan olmalıydım. Mən bilmirəm 18-20 yaşımdan sonra mən bəlkə də hardasa hansısa türmədə ölməliydim. Və yaxud da hansısa bir içkinin küpünə girib orada ölməliydim. Və yaxud hansısa bir murdar bir insan gəlib məni vurub öldürəcəkdi. Məni bu günləri İsa dəyişib deyir. Bundan güclü dəlil nə ola bilər? Mən kim idim amma kim olmuşam bugün? Bu mümkünsüz bir şeydir. Bu elə bir əməliyyatdır ki, hansı ki fiziki heç bir həkim eləyə bilməz. Heç bir xirurq insanın ürəyini kökündən belə dəyişib başqa cür insan eləyə bilməz səni. Bunu ancaq İsa eləyə bilər. Bundan o tərəfi varmı? Amma İsa baxır ürəyə. Kim onu qəbul edirsə, o ürəkdə əməliyyat eləyir. Ona görə də təklifim budur. Onu qəbul eləyək ki, o bizim ürəyimizi dəyişsin və biz onlar